Gamarjova. Bugün birlikte Gonşarki Gürcistan'ın meşhur tayamlarından biri olan pendirli haçapuri hazırlarız. Evvelce onu diyeyim ki bunu ilk defa hazırlardım ama o kadar beğendik ki bundan sonra evimizde tez tez pişirilecek reseptlerden biri olacak. Mayalanmış xəmiri masanın üzerine alıp biraz un səpir və yenidən yoğururam. Daha sonra xəmiri 8 bərabər hissəyə bölürəm. Hər kündəni mümkün qədər nazik açıb videoda göstərdiyim şəkildə aralarını yağlayarak üst üstə qatlayıb 4 bucaq forma verirəm. Bütün kündələri eyni qaydada hazırladıktan sonra ilk hazırladığım kündədən başlayarak onları yenidən oxlovun köməyi ilə açıram. Hazırladığım pendirli qarışımdan da təxmini olaraq 2 xörək qaşığı əlavə edib videoda göstərəcəyim şəkildə kənarlarını ortaya gətirərək, yəni mərkəzi hissəyə gətirərək bağlayıram. Diqqətli olmaq lazımdır. Yaxşı bağlamaq lazımdır ki, bişərkən açılmasın. Hamısını hazırladıktan sonra üzərinə yumurtalı qarışımı çəkir və tavada hər iki tərəfi qızılı rəng alana qədər bişirirəm. Nəticə möhtəşəm oldu. İlk dəfə hazırlamağıma baxmayaraq çox uğurlu alındı. Çöldən xırt-xırt, içi isə yumşaq və bol pendirli idi. Hazırlaması da düşündüyümdən daha asan oldu. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun.